Hamınıza salam dostlar. Bu günləri World of Success'in ilk videomuzdur. Deməli bu günləri Nick Carrier Azərbaycan liqası eləyəcək. Yəni transferlər eləyib tez video. Biraz qısa olacaq video. Neyse. Şimdi başlayırıq. Nick Carrier Prodata bak. Nə gözləyirik. Stop. Deməli indi qurmaq üçün tez eləyirəm. Bəli, gəlir. İzləyək. Place right. Yəni gözləməliyik. Evet, en çetini seçecek. Azərbaycan. Aha. Buradan Qəbələni seçirik. Bəli, Qəbələyə yolumuz gelir. İndi ilk transferlər eləyib videonu kapatacağız. Yani böyle olması gerek. Bəli, bu oyuncunu satırıq. Şuradan tutdu. Dənə demək. Əlbəttə ki, erməni almayacaq. Bumuz nə satır? Yox, almırıq buna. Pafosdan bir oyuncu alırıq. 250'den. Akçayla oynayırıq. İndi ən potensiallı futbolçular alacaq. Adları bəli, bu çox güclü oyuncu. Zev oyuncuya çox qəşəng bir təklif gəldi. Buradan bir Gəncəvin alaq. Nizami geldi Gəncəvi. Bəli, potensial bu yüksekdir. Gəlmədi Yursa Aşkan, deməli 200 verək. Gəldi. Bunu da aldıq. Raton da var. $100.000 verəm Özer Ataya. Bəli, gəlir Özer Atada. İndi qapısı almalıyıq. Saat Ağayev Qocalıcı. 35 yaş var. Bəli, satırıq. Demək, hara satırıq? Zirəyə satdıq. Qəşəng deyil. Yəni zirəyə geçsə, zirə bata bilər. O da var, neysə. Bizim dərdimiz bundan deyil. Deməli, qəşəng bir qapıcı. Crystal Palace'dan Ovengo'dan güclü qapıcıdır bu. Tanıyıram hamısını. Deməli. Galatasaray'dan alabilir diye oyuncusunu. Ama almırıq. Qəşəng bir futbolçu alırıq. Bəli, videomuz bura qədər idi. Sabahları da
ara transfer kimi oynayacağıq.